uşaqlar. Deməli, bugün səsin yaranması və yayılması mövzusuna aid testlərin izahlarına baxacağıq. Hansı ki, siz nömrələrini qeyd etmişdiniz. Deməli, başlayırıq birinci, 5-ci sualdan. 5-də nə deyir? 5-də deyir ki, culuğun vahidi necə ifadə olunur? Uşaqlar, bu kitabda var. Bu desibeldir. Və kitabda da yazılıb ki, desibeldir. Yəni, dərsliyimizi oxumaq lazımdır. Sonra nə sual verir? Deyir ki, 7-ci suala baxırıq. Deyir, səsin guruluğu və səsin yüksəkliyi asılıdır. Səsin guruluğu yadımızı saxlayırıq ki, gərginlikdən asılıdır, gərginlikdən. Yüksəklik isə tezlikdən asılıdır. Deməli, eləyir burada A variantı. Sonra gəlirik 8-ci suala. Əks-səda vasitəsilə məsafələrin təyin olunması. Nə demişdik? Səs lokasiyası demişdik buna. Səs lokasiyası. Lokasiya, yəni yer müəyyənləşdirməklə səs vasitəsilə biz bu yeri, məsələn, dənizçilər yeraltı bir maneəni müəyyənləşdirmək üçün səs lokasiyasından istifadə edir. Sonra gəlirik 9-cu sualda. Səs harada yayıla bilər? Təbii ki, səs həm havada, həm suda, həm bərk maddədə yayıla bilir. Amma orada deyəcəyik ki, nə var idi? Sürət fərqi var idi. Çünki zərrəciklər arasındakı sıxlıqlar fərqli idi. Biz demişdik ki, bax, deyirəm, yadınızda saxlayın və unutmayın, bu testlərdə düşür. Havadakı sürət 340-a, sudakı sürət 1500-ə, bərk maddələrdəki olan sürət, hansı ki, sizin kitabda Polad verir, o isə 5000-ə bərabər olur. Sonra gəlirik nəyə? Yəni, burada cavab hava, su və bərk maddədir. Gəlirik neçənci suala, 10-cu suala. Səs havadan suya keçdikcə sürət necə dəyişir? Baxın, uşaqlar, elə adicə burada yazmışdım. Səs havada 340 m/s sürəti, suda isə 1500-dür. Burada nə görürsünüz? Bir artma görürsünüz, düzdürmü? Deməli, səs havadan suya keçəndə nə edəcək? Artacaq sürəti və həm də belə bir izahda deyək ki, havadakı zərrəciklər daha bir-birindən uzaqdır, suda isə biraz daha yaxın olduğuna görə, yəni sıxlıq suda havaya nisbətən çox olduğuna görə orada da sürət çox olur. Sonra deyirsiniz nəyə? 11-ə baxırıq. Hansı mühitdə səsin sürəti daha çoxdur? Səsin sürəti Poladda daha çoxdur, 5000-dir. 5000, bax burada da qeyd etmişdim, bunu unutmayın, əzbərə bilməlisiniz. 5000-dir. Havada nəyə bərabərdir? 340-a bərabər idi. Suda isə nəyə bərabər idi uşaqlar? 1500-ə bərabər idi. Gəlirik bu birisinə, 12-ciyə. Hansı mühitdə səsin sürəti daha az ola bilər? Səsin sürəti hansında az olacaq? Havada. Niyə? Çünki havada 340-a bərabərdir. Yenə yazırıq. Suda 1500-ə bərabər idi. Dəniz də sudur, 1500-ə bərabərdir. Dəmirdə isə, yəni dəmir deməkdə, bərkdə isə 5000-ə bərabərdir. Ona görə ən çox hansında olacaq təbii ki, daha doğrusu az olacaq havada. Sonra gəlirik nəyə? 13-ə. 13-də nə deyir? Səs dalğası bir mühitdən digər mühitə keçdikdə aşağıdakı kəmiyyətlərdən hansı dəyişər? Uşaqlar, ümumiyyətlə bunu bir qeyd kimi yazın ki, səs dalğası bir mühitdən digər mühitə keçəndə rəqs tezliyi və rəqs periodu dəyişmir. Yəni, bunlardan asılı deyil. Sürət, səs dalğası, yəni bir mühitdən digər mühitə keçdikdə nədən asılı deyil? Rəqs perioddan və tezliyindən asılı deyil. Amma nədən asılıdır? Sürətindən asılıdır deyirik. Deməli, burada cavabımız nə olacaq deyirsiniz? Cavabımız yalnız 3 olacaq. Sonra 14-ə baxırıq. Səsi yaradan mənbənin rəqs tezliyi 3 dəfə azaltsaq, səs dalğasının yayılma sürəti necə dəyişər? Uşaqlar, indicə dedim. Səs dalğasının yayılması heç bir halda nə rəqs tezliyindən və yaxud da rəqs periodundan asılı deyil. Yəni, burada neçə dəfə deyirsə desin sizə. Sizən 6 dəfə artır, nə bilim 3 dəfə azalır. Mənbənin rəqs tezliyi səs dalğasının yayılma sürətinə təsir göstərmir. Onda cavabımız nə olacaq? Burada dəyişməz variantını götürəcəyik. Yəni, səs dalğasının yayılma sürəti tezlikdən asılı deyil. Bir qeyd kimi özünüzdə yazırsınız ki, mənbənin rəqs tezliyi səs dalğasının yayılma sürətindən asılı deyil. İkinci bir qeyddə yazın. Bir mühitdən digər mühitə keçdikdə rəqsi tezlik və yaxud da ki,
period dəyişmir. Üçüncü bir qeyddə yazın. Səs bir mühitdən başqa bir mühitə keçdikdə sürətin dəyişməsi mühitin sıxlığından asılıdır. Yəni, sürət asılıdır sıxlıqdan. Bir mənalı olaraq. Nə rəqs tezliyindən, nə də rəqs periyodundan asılı deyil. Sonra gəlir neçənci sual vermişdiniz? 15. Deyir ki, arı bal daşıyarkən saniyədə 250 qanat çalır. Buna əsasən hansı ifadələr doğrudur? Baxırıq. 200 qanat çalırsa deməli, burada deyirik ki, tezlik 250 Hz-ə bərabərdir. Çünki niyə? Çünki tezliyin qaydası belə idi ki, bir saniyədə olan, düzdürmü? Bir saniyədə də burada sizə verib ki, 250-dir. Deməli, qanatların da hərəkət tezliyi 250 Hz-ə bərabərdir. Sonra, qanatların hərəkət tezliyi 0,4 bu səhv variantıdır. Deyir, insanlar qanatların çıxardığı səsi eşidə bilirlər. Bəli, biz eşidə bilirik arının qanatlarının səsini. Niyə eşidirik uşaqlar? Çünki insanın səs eşitmə aralığı 20 min idi. Yadınızdadır mı? Kitabda var idi. Deməli, 250 də bunun arasında olduğuna görə biz rahat şəkildə eşidə bilirik. Deməli, cavabımız 1-3-ə bərabərdir. Daha sonra gəlirik neçənci nömrəyə? Deməli, 16-cı nömrəyə. Deyir, səs dalğası bir mühitdən digər mühitə keçdikdə aşağıdakı kəmiyyətlərdən hansı dəyişməz? İndicə dedim. Burada cavabımız nə olacaq? Deməli, rəqsi periyod və rəqsi tezlik. Yəni, səs dalğası periyod və tezlikdən asılı deyil. Sadəcə nədən asılı olacaq? Sıxlıqdan asılı olacaq. Və yaxud da dalğanın sürətindən asılı olacaq. Yəni ki, burada deyirik ki, səs dalğası bir mühitdən digərini keçdikdə rəqs periyodu, rəqs tezliyi dəyişmir. Ona görə cavabımız nə olacaq uşaqlar? B variantı olacaq. Sonra gəlirik 17-yə. Bayaqki sual 14 ilə eynidir. Səsi yaradan mənbənin rəqs tezliyi 4 dəfə artırsaq, səs dalğasının yayılma sürəti necə dəyişir? Rəqs tezliyinin heç bir aidiyyatı yoxdur səs dalğasının yayılma sürətini. Ona görə də avtomatik olaraq biz dəyişməz cavabını götürəcəyik. Gəlirik neçənci suala? 18-ci suala. Deyir ki, səs bir mühitdən başqa mühitə keçdikdə onun sürətinin dəyişməsi. Səs bir mühitdən başqa mühitə keçməsi zamanı sürət sıxlıqla əlaqədar olaraq dəyişəcək. Baxın, niyə biz bayaqları dedik ki, havada 340 metr bölünsün saniyədir, suda 1500 metr bölünsün saniyədir. Orada mühitdəki sıxlığa görə biz deyirik ki, sürətlər dəyişir. Deməli, cavabımız nəyə bərabər olacaq? Yalnız 3-ə bərabər olacaq. Gəlirəm neçənci sual vermişsiniz? 19-cu sual. Deyir ki, aşağıdakılardan hansı doğrudur? Gəlin doğrulara baxaq. Səsin sürəti səsin tezliyindən asılıdır. Bayaqdan mən sizə dəfələrlə deyirəm. Nə sürət, nə də ki, daha doğrusu nə tezlik, nə də perioddan asılı deyil. Ona görə bir səhvdir. Səsin sürəti mühit sıxlığından asılıdır. Bəli, sıxlıqdan asılıdır. İkini götürürəm. Səs havasız mühitdə yayıla bilər, səhvdir. Biz deyirdik axı, ayda, kosmosda yayılmır. Niyə? Çünki orada bir hava yoxdur. 3 səhvdir. Səs havasız mühitdə yayıla bilməz. Doğrudur, bunu götürürəm. Bəzi canlılar səsdən şikarı ovlamaq üçün istifadə edir. Bəli, hansı canlılar idi? Yarasa idi və yaxud da ki, delfin idi. Bunlar bu səsləri göndərirdi əks-səda hesabına həmin şikarlarını ovlamaqdan ötürü və yaxud da ki, maneələri müəyyənləşdirməkdən ötürü istifadə edirdi. Deməli, cavabımız nədir? 2, 4, 5. Gəlirik 20-ci suala. Deməli, 20-ci sualda nə deyir? Səs sıxlığı çox olan mühitdən sıxlığı az olan mühitə keçiddə səsin yayılma sürəti necə dəyişir? Bax, bayaqdan izahda nə deyirik? Deyirik ki, səsin yayılma sürəti sıxlıqdan asılıdır. Əgər çox olandan az olana keçirsə, onda nə olacaq uşaqlar? Azalma baş verəcək, düzdür? Ona görə də biz burada azaları götürürük.
Gəldik neçənci suala? 21-ci suala. Deyir, aşağıda verilənlərdən hansının köməyi ilə dənizin dərinliyi. Baxın, dənizin dərinliyi ölçülürsə, biz təbii ki, səs lokasiyasından istifadə edəcəyik. Bunların hər biri kitabda sözbəsöz yazır. Deməli, siz əgər bu testləri səhv yazırsınızsa, deməli, mövzuları yaxşı oxumamısınız. Yenidən mövzuları təkrar oxuyun. Sonra gəlir 22-ci suala. 22-ci sualda variant arxada səhv gedib. Burada variant B olmalıdır uşaqlar. Deyir ki, səs havadan suya keçdikdə onun sürətinin dəyişməsi aşağıdakılardan hansından asılı deyil. Baxın, biz nə deyirik bayaqdan? Biz deyirik ki, sürət asılı deyil perioddan, asılı deyil tezlikdən. Mühitin sıxlığından asılıdır təbii ki. Amma period və tezlikdən asılı deyil. Ona görə də cavabımız B variantı olacaq. 23-ə baxırıq. Səs sıxlığı az olan mühitdən sıxlığı çox olan mühitdə keçdikdə səsin yayılma sürəti. Burada dəfə də sizə deyir ki, azdan çoxa. Yenə mən nə demişdim? Dedik ki, yayılma sürəti mühitin sıxlığından asılıdır. Azdan çoxa keçid edib. Deməli, nə olacaq burada? Artacaq. C variantı götürürük. 24-ü verməmişsiniz, 25-ə baxırıq. 25-də səs ilə əlaqəli fikirlərdən hansı yanlışdır? Baxırıq. Deyir ki, ay və kosmos kimi havasız mühitlərdə səs yaranmaz. Bu düz fikirdir. Səsin gürlüğünün mənbəyinə verilən enerji ilə əlaqədardır. Bu da düz fikirdir. Səs mühitdəki zərrəciklərin rəqsi hərəkəti hesabına yaranır. Bax, səs mühitdəki zərrəciklərin rəqsi hərəkəti hesabına yaranır. Bu da düzdür. B-yə baxıram. Hava zərrəciklərinin mənbədən çıxıb qulağımıza çatması nəticəsində səs işləyir. Bu səhvdir. Niyə səhvdir? Çünki zərrəciklər mənbədən qulağa birbaşa olaraq getmir. Yəni, onlar sadəcə zərrəciklər titrədir və zərrəciklər də dalğalarla ötürülür. Dalğa şəklində bizim eşitmə orqanımıza. Ona görə cavabımız burada B-dir. Gəlirik 27-yə. 27-də nədir uşaqlar? Deyir ki, yarasaların çıxartdığı səsin gürlüğü 100 desibeldən çoxdur. Lakin insanlar bu səsi eşidə bilmir. Buna səbəb nədir? Uşaqlar, buna səbəb nə ola bilər? Deyəcək ki, yarasa səsinin tezliyi 20.000-dən böyük olması. Yəni, axı mənim səs eşitmə aralığım hersə bərabər idi. Tezliyə bərabər idi. Yəni, biz deyirdik ki, 20-20.000 arası səsi biz eşidirik. Yəni, onun gürlüğünün səbəbinin, yəni desibelinin mənim tezliyimə aidiyyatı olmadığına görə, yəni mənim səs aralığıma aidiyyatı olmadığına görə mən A variantını götürürüm. Çünki 20.000-dən böyük olduğuna görə nə edirik? Biz o səsi eşidə bilmirik. Gəlir neçənci suala? 28-ci suala. Yenə burada nə deyir? Deyir, səs dalğası bir mühitdən başqa mühitə keçdikdə tezlik 2 dəfə artdı. Onun sürəti, az öncə dedim ki, nə tezlik, nə də ki, period, rəqsi period və yaxud da tezlik, fərqi yoxdur. Səsin sürətinə təsiri yoxdur. Nə edir orada? Dəyişir, artırır, fərqi yoxdur. Burada da sənə deyir ki, səsin tezliyi 2 dəfə artır, sürət nə edir? Bu halda deyirsən təbii ki, sürət dəyişməz. Başa düşdünüz? Tezliklə deməli, sürətin heç bir aidiyyatı yoxdur. Sürət sadəcə aiddir, sıxlıqla asılıdır. Sonra gəlirik neçənci suala? 29-cu suala. Deyir ki, doğrularımızı seçək. Gəlin seçək. Deyir, səs mühitdəki zərrəciklərin rəqsi hərəkəti nəticəsində yaranır. Bəli, səs mühitdəki zərrəciklərin rəqsi hərəkəti nəticəsində yaranır. Seçirəm. Səsin gürlüğü səsin tezliyindən asılıdır. Səsin gürlüğü səsin tezliyindən asılı deyil, səhvdir. Sonra, hava zərrəciklərinin mənbədən çıxıb qulağımıza çatması nəticəsində səsi eşidirik. Bu da səhv idi. İndicə dedik ki, yox. Səs bizə dalğa şəklində çıxır. Birbaşa olaraq mənbədən çıxıb mənim qulağıma gəlmir. Zərrəcikləri itələyir. İtələyəndən sonra bir titrəyişin baş verir və dalğa ötürülür. Kosmos və ay kimi havasız mühitlərdə səs yaranmaz. Səs yaranmaz, düz fikirdir. Zil səslərin tezliyi daha böyükdür. Bu da düzdür. Mühitin sıxlığı artdıqca səsin yayılma sürəti azalır, səhvdir. Niyə? Çünki əgər sıxlıq artırsa, avtomatik olaraq sürət də
artmalıdır. Düz mütənasibdir uşaqlar, artmalıdır. Deməli 1, 4, 5 B variantı. Və bir şey də deyək ki, zil səsdə demişdik, yadınızdadırmı? Tezlik çoxdur, böyükdür. Ona görə səs zil olur. Tezliyi az olan səslər isə bəm səsləri adlanırdı. Gəlirik neçənci suala, indi 30-cu suala. Nə deyir sənə? Deyir, səs dalğaları bir mühitdən başqa, yenə bax, sənə nə deyir? Tezlik deyir. Deyir ki, tezlik 5 dəfə azaldı. Sürətimə aidiyyatı var idi mi? Yox idi. Deyirdi ki, dəyişməz. Ona görə də baxıram avtomatik olaraq cavabı A götürürəm. Bax, tezliklə sürətin heç bir aidiyyatı yoxdur. Gəlirəm hansına? 31-ə. Səsin gürlüğü təbii ki, dalğanın deməli enerjisindən asılıdır. Səsin gürlüğü enerjidən asılıdır, demişdik bayaqları. Gəlirik 32-ci suala. İnsan hansı tezlikdə səsi eşidə bilər? Yenə deyirik, 20 ilə 20 min arası səs aralığımız var, yəni eşidirik. Deyir ki, səsi, daha doğrusu tezliyi 200 min Hz olan səsi səhvdir. Tezliyi 15 Hz olan səs səhvdir, çünki 15 burada durdu, arada deyil. Tezliyi 10 min, bəli 10 min aradadır, mən bunu rahat şəkildə eşidə bilərəm. Sonra gəlirəm 33-ə. Deyir, səsin, baxın, suala baxın, səsin mənbəyində maneəyə qədər geri qayıtmanı göstərmir sizə, əks olmanı göstərmir. Deyir ki, maneəyə qədər. Tutaq ki, burada səs lokasiya cihazı var, burada da bir maneə var. Bu da onun arasındakı məsafədir. Səs maneəyə qədər gedib. Gəlib təzdən əks olunma baş verməyib uşaqlar. Bu baş verməyibdir. Sadəcə gəlib maneəyə. Düzdür? Deməli, maneəyə gəlibsə mən nə edəcəm? Hansı düsturdan? S bərabərdir. V vurulsun. T bölünsün 2 düsturundan. Çünki mən burada zamanımı 2-yə böləcəm deyirəm. Niyə? Çünki tutaq ki deyirəm, səs lokasiyasına səs göndərildi. Maneəyə 3 saniyə ərzində getdi. Əks olundu təzədən səs lokasiyası cihazına 3 saniyədə. Deməli 6 saniyə idi əslində. Amma sənə testdə deyir ki, bura qədər gəlsin, maneəyə qədər gəlsin. Deməli mən zamanı nə etməliyəm? Və bura 3 saniyə idi, burada 3 saniyə idi. 6 saniyə idi əslində əks olunması. Amma məndə maneəyə dediyinə görə mən zamanı T-ni bölməliyəm 2-yə ki, həqiqi qiymətimi alım. Ona görə də cavabımız nə olacaq uşaqlar burada? Cavabımız D variantı olacaq. Gəlirik bu bir hissəyə. 34-ü verməmisiz, amma yenə də bir təkrar məqsədi ilə deyirəm. Səsin havada sürəti 340-dır, bunu unutmuruq. Səsin suda sürəti 1500-dür, unutmuruq. Səsin bərk maddələrdə 5000-dir, unutmuruq. Tamam mı? Yəni bunları siz məsələdə yazmayıb da sizdən soruşa bilər. Ona görə də 340-dır, 1500-dür, 5000-dir. Su, hava, su və bərk maddədə olan sürəti əzbərə bilməlisiniz. Gəldik məsələlərimizə. Deyir ki, indi qulaq asırsınız. Məsələdə sizə keçən dəfə bir qeyd yazdırmışdım. Demişdim ki, əgər məsələdə belə bir cümlələr qoyulursa, sözlər varsa, məsələn, əks səda eşidir, əks olunur və yaxud da mənbəyə qəbul edir və yaxud da ki, geri qayıdır. Bu söhbətlər varsa, deməli səsin gedişi və gəlişi var. Tamam mı? Səs gedir, gəlir. Yəni burada zaman nəyə bərabərdir? 2 qata bərabərdir. Gedib, gəlibdir. İndi baxıram nəyə? Mənim də düsturum S bərabərdir. V vurulsun T düsturu idi əslində. Düzdür? S burada nəyimə bərabər idi? Məsafəmə. V sürətimə. T isə zamanıma bərabər idi. İndi baxıram. Deyir, Kənanın səsin dağdan əks olunma müddəti 3 saniyədir. Kənandan dağa qədər olan məsafə neçə metrdir? Birincisi, bu hava şəraitindədir. Çıxıb Kənan dağın baş təpəsinə qışqırır orada. Bunun səs dalğası hava zərrəcikləri vasitəsilə yayılmağa başlayır. İndi nə edirəm? Birinci, sadə məsafəni tapıram. Deyirəm ki, S bərabərdir V vurulsun T-yə. Bu da bərabərdir. 3, deməli, havadakı 340-ı vururam 3 saniyəyə.
neçə eləyir? Bir dəqiqə tez buradan hesablayaq. 340 bizim havadakı sürətimizdir, V-imizdir. T isə özü verib 3 saniyədir. Bərabər olur bu 1020-yə. 1020-yə. Deməli 1020 metr. Amma ki, mənə nə istəyir? Deyir, kənandan dağa qədər olan məsafəni istəyir uşaqlar. Məndən məsafəni istəyirsə, mən 1020-ni böləcəyəm 2-yə, bərabər eləyəcəyəm neçəyə? 510-a. Deməli, kənandan dağa qədər olan həqiqi məsafəmiz nəyə bərabərdir? 510-a. Gəlin bunu başqa cürdə sizə izah edim. Tutaq ki, baxın, bu bir səs lokasiya yenə cihazıdır. Bu da bir maniyədir. Düzdür? Bu da onlar arasında bir məsafədir. Baxın, məsafədir. Mən səsi göndərəndə bu getdi 3 saniyə ərzində, əks olundu, qayıtdı təzədən 3 saniyə ərzində. Neçə saniyə oldu? 6 saniyə oldu. Düzdürmü? Və havadakı sürətdir. İndi mən səndən məsafəni istəyəndə deyirsən ki, müəllim, düstura görə 340-ı vurmalıyam 6-ya, çünki 3 saniyə getdi, 3 saniyə gəldi. Əks olunma söz işlədi bu orada. 340-ı da 6-ya böləndə neçə elədi? Daha doğrusu vuranda neçə elədi? 340-ı vururam 6-ya, elədi neçə? 2040 bərabərdir 2040-a. Aha, bildim ki 2040 metrdir. Amma bu 2040 metr bu deməli səsin bir bu yolu gedib təzədən eyni yolu qayıtması əsasında bizə 2040 metr deyir. Eyni yolu elə bir 2 dəfə getdi, gəldi. Mən gedirəm buradan mağazinə. Mağazindən mənim aramda 5 metr məsafə var. Mən mağazinə tutaq ki, getdim, gəldim 10 saniyə ərzində. Nə bilim 20 saniyə ərzində fərqi yoxdur. Gedib gəlmişəm. Və sonra deyirəm ki, mənim nəyə bərabərdir o indi gedib gəlməyimin məsafəsi? Sən də deyirsən ki, müəllim 20-ni vurursan ona eləyir tutaq ki 200. İndi sənə deyirəm ki, mənə orijinal məsafəni tap. Yəni sırf mənim durduğum yerdən mağazin arasındakı məsafəni tap. Sən nə deyəcəksən? Deyəcəksən, müəllim, mən o 200-ü bölüm 2-yə mən arasındakı deməli şeyi tapım, nədir? Məsafəni tapım. Yəni 100 metri tapım. Çünki bayaqki tapdığım 200 gedib gəldiyim yoldur. Mənə amma tək məsafə lazımdır. Ona görə də burada cavabımız 500-ə bər. Gəlin bu birisinə də baxaq uşaqlar. Deyir ki, jalənin səsin dağı yenə əks olunma müddəti 5 saniyədir. Dağa qədər olan məsafə yenə dağa qədər istəyir. Dağa qədər. Yəni səs çıxdığı yerdən maniyəyə qədər olan bu əsas həqiqi məsafəni istəyir. S bərabərdir F vurulsun T, düsturundan tapıram. 5-i vururam nəyə? 340-a. 340-a vururam. Bərabərdir neçə? 1700. Həmin bu 1700-ü təzədən həqiqi məndən məsafə istədiyi üçün 1700-ü bölürəm 2-yə. O da nəyə bərabər olacaq? 850. Deməli, mənim cavabım nəyə bərabər oldu uşaqlar burada? 850-yə bərabər oldu. Yenə deyirəm, mənim bu 1700-üm gedib gəldiyim yoldur. Çünki əks olunma söhbəti var. Amma mənə əsas lazımdır həqiqi məsafəm. Həqiqi məsafəmi tapmaqdan ötürə aldığım ümumi məsafəni bölməliyəm 2-yə. Gəlirik nəyə? 37-ci suala. 37-ci sualda sizə nə deyir? 37-də deyir ki, gəmidəki exolot tezliyi, ümumiyyətlə exolot tezliyini mənim məsələm aidiyyatı yoxdur. Yəni, onu hesablamada istifadə eləmirsiniz. Deyir, exolot dəniz dibinə göndərilən ultrasəs siqnalları 6 saniyə sonra qəbul etdi. Qəbul edib. Deməli, bayaqlar nə dedim? Dedim ki, qəbul etmə, əks olunma, əks sada, geri qayıtma söhbəti varsa, deməli, mən burada mənim saniyəm 2 qatdan verilib. Dənizin dərliyi neçə kilometrdir? Gəlin, baxaq dənizin dərinliyinə. S bərabərdir. V vurulsun T düsturundan 1500-ü vururam 6-ya. 1500-ü də 6-ya vuranda nəyə bərabər olur? Deməli, 1500-ü 6-ya vururamsa, bir dəqiqə, 1500-ü 6-ya vuranda eləyir 9000. Düzdür? Deməli, mənim bu 9000 2 qat məsafəmdir. Yəni, gedib gəldiyi, hansı ki 6 saniyə ərzində əks olunmuşdu, getdi, gəldi. O gedib gəldiyi yol bir yerdə 9000-dir.
İndi mən həqiqi məsafə mənə lazımdır. Həqiqi məsafəm də 9000-i bölməliyəm 2-yə. O da bərabərdir neçəyə? 4,5-ə bərabərdir. Daha doğrusu 4000 deməli 4500-ə bərabərdir. 4500-ə. 4500-ə. Amma məndən bu metrdir. Amma məndən kilometr istədiyinə görə bunu da çevirəndə 4,5 kilometr etmiş olur. Gəlirik 38-ə. Yenə deyir delfinin çıxartdığı səs 8 saniyədən sonra geri qayıdır. Getdi, gəldi. Balıqlar ondan neçə kilometr aralıdadır? Mənə deyir ki, bu məsafəni ver mənə. Gedib, gəlib. Bir yerdə 8 saniyədir. Amma ki, mənə deyir ki, bu həqiqi məsafəni ver. Tez, S bərabərdir. V vurulsun T yazıram. 1500-ü vururam 8-ə. 1500-ü vuranda 8 eləyir 12.000. Təzdən mənə həqiqi məsafə lazım olduğuna görə 12.000-dən bölürəm 2-yə. Eləyir neçə? 6.000. Mənə buradan kilometr istədiyinə görə 6.000 metrim də bərabərdir 6 kilometrim. Bilirsiniz də 1000-ə bölməlisiniz. Ona görə cavabım B variantıdır. Gəlirəm 39-a. Deyir mənbədən, burada atası tərs, heç nə demir. Baxın nə deyir? Deyir mənbədən Maniyə qədər olan məsafə, yəni həqiqi məsafə 4,5 kilometrdir. Maniyəyə göndərilən səs siqnalı 6 saniyə sonra qəbul mənbə tərəfindən qəbul edildiyi məlumdursa, səs hansı mühitdə yayılır? Baxın uşaqlar. Mənbəyə qədər, mənbədən daha doğrusu maniyəyə qədər, elə bir ki, belə olmalıdır da. Mənbə, maniyə, mənbə. Səsin hərəkət istiqaməti bu şəkildədir. Deyir ki, buradan bu arasında, yəni ki, həqiqi mənbə ilə maniyə arasındakı məsafə 4,5-dir. Amma sənə deyir ki, maniyə deyir göndərilən səs təzədən gəlir. Deməli, bu buradan bura deməli 6 saniyədir. Yəni, gedib gələn yol 6 saniyədir. İndi nə edirəm uşaqlar? Birinci, mən 2 qat yolu tapmalıyam. Çünki burada maniyəyə qədər verib. 4,5-i vurmalıyım 2. Elə bir ki, bayaqdan getdiyimiz prosesi tərsinə edirik. Bu eləyir 9 kilometr. Bu da bərabər 9000 metr. Ancaq metrlə mən işləyirəm, xəbəriniz olsun. Bu 2 qat yoldur. Yəni, gedib gələn yoldur 9000. İndi düsturumuz hər şey əlimdə var. 6 saniyəm əlimdədir. Gedib gələn saniyədir. İndi mənə lazımdır sürət. Bərabərdir. Yox, birinci gəlin düsturumuz yazır. S bərabərdir V vurulsun T. Burada V-ni tapmaq üçün V bərabərdir S bölünsün T düsturundan tapıram. Bu da bərabərdir. 9000-i bölürəm neçəyə? 6-ya. Bu da bərabər eləyəcək 1500 metr bölünsün saniyə. Aha, 1500 metr bölünsün saniyə haradaydı? Biz deyirdik ki, sudadır. Deməli, cavabımız bərabər olur deyə. Yəni, bayaqdan biz məsələlərdə bölürdük ki, həqiqi məsafəni tapaq. Bu, indiki məsələdə isə mənə həqiqi məsafəni veribdir, deyir mənə sürəti ver. Mən də həqiqi məsafəni vururam 2-yə ki, gedib gələn 2 qat yolumu tapım. Zaten 6 saniyə gedib gələn saniyədir, gedib qayıdan saniyədir səsin. Ona görə rahat şəkildə, yəni düsturun yerinə qoyub yazırsınız. Bir məsələdə biri həqiqi qiymətdə qalıb, digər 2 qatda hesablaya bilməzsiniz. Gərək hər ikisi 2 qat məsafədə, yəni gedib gəlişə uyğun olsun. Gəlirik 40-a. Deyir, delfindən balığa qədər, yəni delfindən maniyəyə qədər olan məsafə 3 kilometrdir. Delfinin çıxartdığı səs neçə saniyəyə balıqlara çatır? Uşaqlar, baxın, məndən bu dəfə saniyə istəyir. Yenə, əgər ki, delfindən balıqlara qədər 3 kilometr deyirsə, bu yenə mənim nəyimdir? Həqiqi sürətimdir. Baxın, həqiqi sürətimdir. İndi nə edirəm? 3 kilometrimi yenə çevirməliyəm nəyə? 3000 metrə. Məndən saniyə istəyir. Sürət, sudakı sürət nəyə bərabərdir? V bərabərdir 1500-ə. Düzdürmü? İndi məndən nə istəyir? Saniyəni istəyir. Deyir, delfinin çıxartdığı saniyə, çıxartdığı səs neçə saniyə balıqlara çatar? Aha, balıqlara çatar deyirsə, bu gedib
gələni istəmir ha. Bu yenə maneəyə çatanı istəyir. Yəni balığa çatana qədər istəyir. Məndən balıqdan təzədən delfinə gedəni istəmir. 2 qatı vermir, istəmir məndən. Ona görə də mən heç bu məsafəni 2-yə vurmuram. Çünki zaten balığa qədər istəyir. Yazıram ki, S bərabərdir V vurulsun T-dən. T-ni tapmaq üçün S bölünsün V düsturundan tapıram. S-im nəyə bərabərdir? 3000-ə. V-im nəyə bərabərdir? 1500-ə. Bunu da hesablayanda neçə düşür? Saniyəsi 2. 2 saniyə. Deməli, bir dəfə gediş yolu, yəni delfindən səsin balıqlara gediş yolu 2 saniyə ərzindədir. Bax, yenə deyirəm uşaqlar. Məsələləri edəndə həm sizin zamanınız, həm sizin məsafəniz bərabər olmalıdır. Bayaqki testdə 39-da biz gedib gələnə uyğun elədik. Çünki orada saniyəni gedib qaydan vermişdi deyə məsafəni də gedib qaydan eləməliydik. Ona görə məsafəni 2-yə vurduq. 40-da isə maneəyə qədər sadəcə getdiyini göstərir mənə, qayıtmayıb, gedib. Deyir ki, gedib 3 kilometr. Əgər 3 kilometr gedibsə, deməli mənim sürətim də, daha doğrusu mənim zamanım da gedən aid olmalıdır. Qaydan mənə lazım deyil. Ona görə də nə etdim? 2 saniyəni elə 2 saniyə olaraq yazdım. Amma yox, məsələn, məndən soruşsa idi ki, gedib gəlib, onda mən 2-yi təzədən 2-yə vurmalıydım ki, 2 qatı tapım. Sonra gəlirik 41-ə. Baxırsınız, deyir, səs mənbəyindən maneəyə qədər olan məsafə 1700 metrdir. Maneəyə qədər veribdir. Deyir ki, səs siqnalı 10 saniyədən sonra mənbə tərəfindən qəbul edir. Aha, mənim saniyəmi verib gedib gələnlə. Baxın, mənim bu 10 saniyəm gedib qaydandır. Qaydan. Mənim 1700-üm isə verib gedəni. Hələ qaytarmayıb geri. Qaytarmadığına görə mən bu 1700-ü vururam 2-yə. Ki, onun da gedib gələnini tapım. 1700-ü vuranda 2-yə bərabər eləyəcək 3400 metr. Tapdım mı? 2 qat yolda tapdım. İndi məndən nə istəyir? Sürətimi istəyir. Daha doğrusu hansı mühitdə yayıldığımı istəyir. Deməli, onun üçün S bərabərdir. V vurulsun T. V də bərabərdir. S bölünsün T düsturu. Çünki mən gərəkdir ki, sürətimi tapım ki, yayıldığım mühiti tapım. Deməli, mənim S-im 3400-dür. Zamanım isə nəyə bərabərdir uşaqlar? 10-a. 3400 də 10-a böləndə 340. 340 da nəyə bərabər idi? Havaya bərabər idi dedim. Yenə deyirəm uşaqlar. 10 saniyə gedib gələndir. Buradakı 1700 sadəcə gedən idi. Mən bunu 3400 elədim ki, 2 qat yolu tapım. Sonra gəlirik 42-yə. Deyir ki, Tuncay hündürlüyü 180 metr olan qayadan dərəyə daş atır. Aha, daş atır. Daşın 6 saniyə düşdüyü məlum olursa, Tuncay neçə saniyədən sonra səsi eşidər. Deyir, havadakı sürəti də 360-dır. Burada sizə verir ki, 360-dır sürət. Baxıram. Birinci nə etməliyəm uşaqlar? Birinci mən tapmalıyam ki, bu 180 metr olan qayadan dərəyə daş atanda neçə saniyə ərzində gəlib buna çatar, belə deyək. Deyirəm ki, düsturundan tapıram. V, yəni yenə S bərabərdir. V vurulsun T düsturundan. T bərabərdir. 180 bölünsün 360-a. O da bərabər 0,5 saniyə. 0,5 saniyə uşaqlar nə oldu? 0,5 saniyə səsin yuxarıya qalxması oldu. Yəni gedib Tuncaya çatması 0,5 saniyə idi. Bunu bildik. Bu isə nə deyir? Mənə nə soruşurdu? Deyir, daşın 6 saniyə düşdüyü məlumdursa, Tuncay neçə saniyədən sonra səsi işdir. Yəni, ümumi məndən vaxtı soruşur. 6 üstə gəlinsin 0,5-i bərabər edirəm. Bu da edir 6,5. Yəni, 6 saniyə ərzində daş düşdü, daş yerə dəyəndən sonra səs gəlir axı. O səs gəlmə də 0,5 saniyə idi səsin yuxarıya qalxması. Ona görə də ümumi götürəndə Tuncay 6,5 saniyə ərzində o səsi eşitdi. C-də. Gəlirəm 43-ə. Deyir ki, Leyla hündürlüyü 80 metr olan qayadan dərəyə daş atdı. Daşın 4 saniyəyə düşdüyü məlum olursa, Tuncay neçə saniyədən sonra səsi eşidir?
Yenə bərabər deyirəm. S bərabərdir V vurulsun T. T bərabərdir. Yenə 80-i bölməliyəm nəyə? 400-ə. 80-i 400-ə böləndə edir 0,2. Uşaqlar 0,2 səsin Leyla tərəfə qalxmasıdır. Amma daş neçə saniyə ərzində düşmüşdü? 4 saniyə. Bu daşın düşmə vaxtıdır. Daş düşdü. Düşəndə səs yarandı. O səsin yaranma saniyəsi 0,2-dir. İndi mənə lazımdır ki, neçə saniyədən sonra işlər? Mən zamanları toplayıram. Yəni 4-ün üstünə 0,2-ni gəlirəm. O da bərabər 4,2 saniyə. Deməli 4, amma burada cavabı doğru verməyiblər. Burada 4,2 olmalıydı. 4,2 saniyə. Deməli cavabım 4,2 saniyə olmalıdır. Bax belə. Yəni məsələlərimiz izahı budur. Yenə deyirəm. Məsələdə əks olundu, əksədə olundu, geri qayıtdı kimi sözlərə diqqət eləməlisiniz. Maneəyə qədərdirmi, yoxsa hər iki yolumu soruşur, onlara diqqət eləməlisiniz. Yəni testləri yazanda uşaqlar mərhələli addım-addım gedərək analiz edib həmin bu məsələləri yazmalısınız. Və yenə deyirəm, dərsliyi təzən yenidən təkrar eləyin. Çünki primitiv suallarda əgər səhvlik varsa, deməli siz həmin mövzuları yaxşı öyrənməmisiniz. Sağ olun.